Salam, sən də Samsung telefon işlədirsən və bilmirsən ki, One UI 9 və Android 17 yenilənməsini nə zaman alacaqsın? O zaman bu video məhz sənin üçündür. Salam dostlar, Azərtexno kanalına xoş gəldiniz. Bu videoda Samsung istifadəçilərinin ən çox maraqlandığı mövzuda danışacağam. Hansı Samsung telefonları One UI 9 və Android 17 yenilənməsini alacaqdır? Qeyd edim ki, bu siyahı Samsungun rəsmi yenilənmə siyasəti və hazırki gözləntilərə əsaslanır. Bəs hansı modellər yenilənməni alacaqdır? Siyahını sizə tam təqdim edirəm. Qeyd edim ki, Samsung firması yenilənməni ilk öncə flaqman modellərinə göndərəcəkdir. Siyahı belədir: S26, S26 Plus, S26 Ultra, S25, S25 Plus, S25 Ultra, S25 EG, S24, S24 Plus, S24 Ultra, S24 FE, Galaxy Z Fold və Z Flip modelləri, Galaxy Z Fold 8, Galaxy Z Flip 8, Galaxy Z Fold 7, Galaxy Z Flip 7, Galaxy Z Fold 6 və Galaxy Z Flip 6 modelləri. İndi isə keçək A seriyasına. A56, A55, A54, A36, A35, A34, A26, A25, A24, A16 və A15 və sonda Galaxy A06 modelləri alacaqdır. Və sonunda M və F modellərini də adını çəkərdim, ancaq bu modellər Azərbaycanda satılmadığı üçün çəkmirəm. İlk öncə yenilənməni Galaxy S26 və S25 seriyaları alacaq, yəni flaqman modelləri. Daha sonra isə A, M və F seriyaları alacaqdır mərhələli şəkildə. Təxminən yaranan qrafik budur. Oktyabr-noyabr ayında Galaxy S26 və S25 seriyası. Noyabr-dekabr aylarında Galaxy S24 və Z Fold modelləri alacaqdır. 2027-ci ilin əvvəlində isə yəni yanvar-fevral aylarında A modelləri alacaqdır. Bəs siz hansı Samsung modelindən istifadə edirsiniz? Modelinizi şərhlər bölməsində yazın və birlikdə baxaq. Android 17 yenilənməsini alacaq ya yox. Videonu bəyəndinizsə like etməyi, Azərtexno kanalına abunə olmağı unutmayın. Çünki bununla siz mənə dəstək olursunuz. Və növbəti video isə iPhone istifadəçilərinin yeni iOS yenilənməsini nə zaman alacağı haqqında olacaq. Sağ olun və sağlıqla qalın. Növbəti videoda görüşənək.